Salam əziz dostlar. Mənim kanalımda ancaq həqiqətlərdən bəhs olunur, tərəfsiz şəkildə, səmimi şəkildə mən həqiqətlərdən bəhs edirəm. Araşdırıram, özümə görə doğru olanları, yəni həqiqət bildiyim araşdırmalarımın nəticəsində tərəfsiz, səmimi şəkildə sizə çatdırıram. Bu kanalda ancaq siz həqiqətləri eşidəcəksiniz. Bu buraxılışda da sizə tarixdə yanlış bildiyimiz bir həqiqətdən bəhs edəcəyəm. Əsasən müsəlmanlar arasında bu kimi hekayələr gəzir. Buna hekayə deyirəm, çünki bu planlı şəkildə uydurulmuş hekayələrdir. Bu da İslamı parçalamaq üçün məzhəblər yaradan, ideoloji işlərlə məşğul olan, imperiya həvəsində olan, güya öz aləmlərində milli kimliklərini bu şəkildə qoruyub saxlayanların uydurduğu hekayələrdən biridir. Ömərə lənət və Ömərə lənətin səbəblərindən bəhs edəcəyəm. Yenə də deyirəm, yəni bu tarixdə yaşanmış hadisədir. Mən heç bir maraqlı tərəfdən deyiləm. Yəni mənə maraqlı deyil, o düzdür, bu səhvdir. Sadəcə mən araşdırıb həqiqətləri ortaya çıxarmaqla məşğulam. Bilirsiniz, deyirlər ki, Ömərə lənət olsun. Niyə olsun? Əsas da gətirirlər ki, səbəb olaraq o Peyğəmbərin qızı Fatimə Zəhra anamızı qapı arasında qoyub, onun qabırğalarını qırıb, o yıxılıb yerə, hamilə imiş, nə bilim, uşağı tələf olunub. Bu kimi bir məsələ var. Sonra deyəndə də ki, yaxşı bu onun əri var idi, Allahın asları, Əli radiyallahu anh, Həzrəti Əli, o niyə buna qarşı tədbir görməyib? Axı onun xanımı idi, həm sevdiyi xanımı idi, Peyğəmbər evladı. Burada eyni zamanda bir namus məsələsi də var da. Həm də bu, sən qüvvətli insansan, niyə buna qarşı addım atmayıb? Onda da deyirlər ki, səbr eləyib. Əslində bu səbirlə filanla heç bir əlaqəsi yoxdur. Mən inanıram ki, yəni Həzrəti Əli, Həzrət yol göstərən deməkdir. Həzrəti Əli, yəni həqiqətən də Əli savadlı insan olub və insanlara da yol göstərib. Allah ondan razı olsun. Yəni həqiqətən o, mən sizə əminliklə deyirəm, o Fatimə Zəhra anamıza qarşı o hadisə olsaydı, ər olaraq Həzrəti Əli o şəxsi çox pis şəkildə cəzalandırardı və düz də edərdi. Amma cəzalandırmayıb, çünki belə bir şey olmayıb. Deyim. Bəs niyə belə bir hekayə gəzir ki, Ömər Peyğəmbərimizin qızının, o sevimli qızına qarşı bu hadisəni törədib? Bilirsiniz, əslində o vaxtı Peyğəmbərin dövründə İslam ancaq yayılıb, Ərəbistan yarımadasına, Əbu Bəkir də Peyğəmbərdən sonra xəlifə olub, onun dövründə də müəyyən işlər görülüb, Quranın kitab halına gəlinməsi, müəyyən islahatları filanlar. İslamın yüksəlişi, yayılması, kütləvi şəkildə yayılmasına, belə deyim də, startın verilməsi, artıq o Ərəbistan coğrafiyasından çıxıb, yəni qonşu coğrafiyalara İslamın təbliği, yayılması əsasən Ömərin dövründə olub. Ömərin də ilk qarşı olacağı, belə deyək də, qonşu ölkə, qeyri-İslam ölkəsi Böyük Sasani imperiyası idi. Peyğəmbərimizin dövründən belə bir ənənə var idi ki, yəni İslama gətirmək üçün, islah etmək üçün onların fikirlərinə görə, yəni doğru din, Allahın dini, İslam dinidir və qonşu qeyri-müsəlmanlar, başqa dinə etiqad edən qonşu ölkələr də İslama gəlməlidir. Onlar səhv yoldadırlar və islah olunmalıdırlar. Bunun üçün də
xoşluqla, yəni məktublar göndərirsən, xoşluqla onları İslama dəvət edirsən, xoşluqla olmursa artıq qılıncla gedirsən. Bu İslamın prinsiplərindən biridir. Ömər də məktub yazır Sasani imperatoruna, şahına ki, yəni biz İslamı dəvət edirik, doğru din budur, Allahın dinidir, son dindir filan. Sasani şahı da, Yezdügərd də ona qarşı çıxır ki, yəni bizim öz dinimiz var filan, bizim dinimiz olanda siz nə bilim nə edirdiniz, biraz da aşağılayıcı, təhqir edici formada. Yəni həm də o güclü mədəniyyət idi, Sasani imperiyası, ordusu var idi, düzənli ordusu var idi. Yəni məktubu geri çevirir. Bundan Ömər də, yəni həqiqətən Ömər əslində belə deyil də, elə ən çox müsəlman qanı tökən insanlardan biri olub Ömər. Yəni birinci elə peyğəmbərə qarşı çıxan, İslama qarşı çıxan insanlardan biri olub Ömər. Güclü, qüvvətli olduğu üçün çoxlu sayda da müsəlmanı öldürüb. Sonradan o İslam dinini qəbul edib, müsəlman olub və peyğəmbərin yanında ən etibar etdiyi insanlardan, qüvvətli insanlardan birinə çevrilib. Ömər də ona ordu ilə artıq getməyə, yəni bu dini yaymaq məqsədi qərarına gəlir və özünün ən güclü komandanı olan Xalid bin Validi göndərir Sasani imperiyasının üzərinə və Sasani imperiyası da məğlub olur, çünki ərəb orduları daha amansız idilər və Sasani imperiyasını tarixdən silirlər. O vaxta qədər Sasani imperiyası Makedoniyalı İskəndərin və digərlərinin işğalına məruz qalmışdı, amma onlar gəlib dağıntı törətməmişdilər. Çünki onlar həqiqətən də mədəniyyət idi, Yunan mədəniyyəti, Makedoniyalı İskəndər filan. Həm də onlara qarşı açığı deyək, Sasani imperiyası çox heç dirəniş eləməmişdi. Çünki onlar qüvvətli idilər, bilinən bir qüvvət idilər, ona görə qapılarını açmışdılar və onlar da dağıntı törətməmişdilər. Öz adamlarını təyin etsələr də satrap filan, amma dağıntı eləməmişlər. Amma ərəblər gəlirlər, Sasani imperiyasının bütün şəhərləri dağıdırlar, mədəni abidələri, tarixi abidələri götürürlər. Konkret Sasani imperiyasının, yəni tarix səhnəsindən silirlər və dağıdırlar, o mədəniyyəti dağıdırlar. Ona görə farslar Ömərə qarşı, çünki onun rəhbərliyi altında idi, Ömərə qarşı bir nifrətləri yaranır və bu da təbiidir əslində. Yəni hər bir insan, biz özümüz də bizim dövlətimizi dağıdan, bizi kütləvi sayda bizi soyqırıma məruz qalan dövlətlərə, xalqlara qarşı bizim nifrətimiz var. Təbiidir də bu. Yəni farsların da təbii bir nifrətləri yaranır Ömərə və Ömərə lənət oxuyurlar və bu lənətin daimi olması üçün, əbədi olması üçün və daha çox sayda insanların ona lənət oxuması, nifrət etməsi üçün belə bir hekayə uydururlar. Əslində bugün bir müsəlmana desən ki, Ömərə lənət olsun, deyər ki, niyə olsun? Əsl səbəbi desən ki, bu Fars Sasani imperiyasının tarix səhnəsindən silib, ona görə ona lənət olsun. Qayıdırlar, bu gülməli gələr ki, bu qədər tarixdə imperiyalar dağılıb ki, bir də ki, onun bizə nə dəxli var? Sasani imperiyası dağılıb da, yəni ona görə kiməsə lənət oxumağın heç bir, yəni dəyməz yəni buna. Ona görə amma farslar istəyirlər ki, bütün müsəlmanlar, yəni şiələr, dünyanın hər yerində yayılan qeyri-fars olan şiələr də hər kəs ona nifrət oxusun və bu bir ideologiyaya çevrilib daima yaşasın bu düşüncə. Onun üçün belə bir hekayə uydururlar. Çünki sən Ömərə lənət olsun, Fars imperiyasını dağıdıb desələr, sən deyəcəksən ki, cəhənnəmə dağıdıb. Amma görün necə hiylə işlədiblər. Deyəndə ki, o Fatimə-i Zəhra anamızı qapı arasında qoyub, onda məsələnin rəngi dəyişib. Artıq insanın qanına toxunur, müəyyən mənada qeyrətinə toxunur ki, o bizim anamızı qətl edib, amansızcasına ona lənət olsun. Yəni, Fars hiyləsi budur. Yəni, həqiqət bundan ibarətdir. Əslində bunu Əli də dözdü, səbr elədi deyən insanlar da əslində əlini uzatmış olmurlar. Əlini əksinə yəni təhqir etmiş, alçatmış olurlar. Necə yəni bu hər nə olur olsun bir şəxs gəlib sənin
ailənə qarşı bunu törədibsə, onun gücün və buna gücün çatırsa, sən ona qarşı tədbir görməlisən. Ya burada əli aciz idi, ona gətirib çıxarırsınız. Qorxaq idi, aciz idi, haqqa qarşı mübarizə aparan deyildi, buna gəlib çıxır. Ya da ki, bu heç vaxt belə bir hadisə olmayıb, ona gəlib çıxır da. Yəni, əslində belə bir hadisə olmayıb. Bu bir uydurmadır, fars uydurmasıdır, fars rəvayətidir. Yəni, onsuz da biz nə qədər bu həqiqəti açıqlasaq da, din elə bir şeydir ki, din beyin yumaq bir məsələsidir eyni zamanda. Həqiqi din qalır kənarda, həqiqi din tamam başqa şeydir. Həqiqi, belə deyək də, yahudilik başqa bir şeydir, həqiqi xristiyanlıq başqa bir şeydir, həqiqi İslam başqa bir şeydir. Heç bir dinin mənsubları demək olar ki, həqiqi dinlərin yaşamırlar, həqiqi dinlərin bilmirlər. Eyni zamanda da biz müsəlmanlar da həqiqi dinimizi nə olduğunu bilmirik. Həqiqi din çox gözəl bir şeydir. Amma din bugün həqiqi dinlikdən çıxıb, alətə çevrilib, manipulyasiya, insanların beynini yuyulmasına xidmət edən əslində siyasi bir prosesdir. Yəni, həqiqətlər bundan ibarətdir. Mən bilirəm ki, bu videodan sonra altda müəyyən ağzı göyçəklər, fikirlər yazacaqlar. Yazsınlar, yəni həqiqət acıdır, amma həqiqət hər zaman həqiqətliyində qalır. Növbəti videolarda görüşənə qədər salamat qalın.